Əgər bir qadın özünə bir sual verməlidir ki, həyatı dəyişsin. Sizcə hansı sual ola bilər bu Xatirə xanım? Mən bunu çox düşünmüşəm dünən. Hə, doğrudan çox düşündürücüdür. Əslində bu cavab belə eyni zamanda bir məsuliyyət tələb edir. Bəli. Mən düşünürəm ki, bu sualı verə bilər özü üçün yaxşı ki, görəsən mən kimi sevindirmək üçün, kimi xoşbəxt etmək üçün yaşayıram. Mən belə sual verərdim ki, xoşbəxtsənmi? Özümə verərdim ki, xoşbəxtəm. Aha, biraz oxşuyur suallarımızı bir-birinə. Nəyə görə orada mən xoşbəxtliyi nəzərdə tutdum? Çünki bəzən bu sual ətrafında fikirləşəndə insan fərqində olur ki, deyəsən mən ana-atamı xoşbəxt eləmək üçün yaşayırammışam. Heç özümü yox. Yenə özünə gəlir. Aha, yəni bu sual biraz aydınlata bilər onu. Biraz o Sokratın sualları necə ki insanları ayıldır. Bəlkə düşünə bilər ki, deyəsən mən elədiyim hər şey elə övladlarım üçündür. Bəs özüm üçün nə etmişəm bu dünyada? Ona görə bir baxmalı ki, mənim indi hal-hazırda yaşadığım həyat kimi xoşbəxt etmək üçün nəzərdə tutulub.